Salam hamıya, kanala ve videoya xoş gəlmisiniz. Bugün yataqxanada bir axşam günümü vloglayacağım. Sözün düzü mən bu kanalı artıq 2 aydır falan açmışam deyəsən, amma yəni Ankara'ya gəldiyimdən bəri video paylaşmıram. Əslində planda tez-tez vloglar paylaşmaq vardı. Amma həqiqətən yerləşmək falan dərkən sonra da imtahanımız oldu tez. 3-cü kurs çox qəşəng başladı. Ona görə vlog çəkə bilmədim, amma artıq sanırım hazıram tam olaraq. Və yəni bilməyənlər üçün mən Ankara'da Tibb Üniversitesində oxuyuram və 3-cü kursam. Və bugün əslində düşünmüşdüm səhərdən günü vloglayaram, amma səhər başqa yerə getdim falan, biraz xəstəyəm də deyəsən. Halım yoxdur. Ona görə indi başlatdım vlogu. Düşündüm axşam da yetərli olar. Dərs oxuyacağım çünki indi. Və yemək hazırlamışam. İndi yeməyi yeyəcəm. Ondan sonra da dərsə başlayacağım. Ümid edirəm ki, sizin üçün də maraqlı bir vlog olar və mən belə videolar çəkməyə daha da davam edərəm. Onda keçək. Bəli, yeməyimi hazırladım, gəldim. İndi sizə nə hazırladığımı göstərəcəm. Əlim yandı, bir tələb. Gözü göstereceğim. Elim yanır, sözünüzü istedi. Ama bunu göstereyim. Neyse, birazdan gösteririm. Deməli, spagetti elədim. Özümə məxsus bir tarif. Zəhət bir asan bir şeydi, amma inşallah ki dadlı olar. Qəşəng görünür çünki. Üstündə də biz Holland peyniri deyirik. Türklərdə toz peyniri olaraq satılır. Ondan aldım. Və onu normalda məsələn mən anam falan bişirəndə görürdüm. Fırına qoyurdular. Amma mən yəni ona böyük qabım yox idi fırına qoyacaq. Ona görə mikrodalgaya şey elədim. Mikrodalganın üstünə qoydum. 2 dəqiqə əritdim. Bence qəşəng bir şey aldım. İndi yeməyimi yiyəcəm qəşəngcə. İştah açır bayağı. Ondan sonra da böyük ihtimalle dərsə başlayacağım. Yeməyimi yedikdən sonra. İndi sizə yeməyimi göstərəcəm. Masamın üstü biraz səliqəsiz, amma fikir verməyək. Burada yeməyim və içəcəyim var. Belə bir yeməkdir. Bu üstündəki pendirdir. Yəni çox qəşəng görünür. Yeyəndən sonra da fikrimi bölüşərəm. Mən bunun üstünə ton balığı da töktüm. Çünki gördüyünüz kimi makarna çox idi, dəhşət. Bir ordunu doyurar gedər. Və makarna biraz alt hissələrdə qaldı. Həm də baydı, bilmirəm. Sadə makarna da xoşlamıram. Ona görə düşündüm əzəldən daha dadlı olsun və belə yeyirəm şu an. Amma dadı pis deyildi, yaxşı idi yəni. Bəlkə biraz daha çox pendir qoymaq olardı, amma bilmirəm. Pendirin çoxu da bayır, yəni belə daha yaxşıdır sanki. Bəli, yeməyimi yedim, gəldim. Sözünüzü bayaq yuxusuz hiss eləyirdim falan. Bunu şu an açsam necə olacaq? Daha yaxşıdır belə. Все, həll elədik. Çünki otaq qaranlıq görünürdü. Məncə belə daha yaxşıdır. Sözün düzü yuxusuz idim. Yemək biraz enerji verdi. Məncə hələ də yorğunluğum var. Burada niyə makyajlısan deyənlər olsa, video üçün elədim makyaj. Normalde yataqxanada makyaj eləmirəm. Aslında çox bir şey yoxdur, amma yenə də biraz elə görünür. Bilmirəm, tam hazır hiss eləmədim. Bəlkə sonraki videolarda daha çox diqqət edərəm. Bəli, indi sonunda dərs oxuyacağım saatlar gəldi, amma bir şey yediğim saatlerin sonu yoxdur. Belə meyvəli yoğurt yiyəcəm dərs oxuyarkən. Nəsə bir şeylər yeməyi çox xoşlayıram. Əvvəllər şirniyyat yeyirdim çoxlu və onu azaltmağa çalışıram. Arada yeyirəm sözünüzü. Və indi dərs oxuyacaq. Saat 8-15 dəqiqə qalıb. Görək nə qədər oxuyacağım. Bugün inşallah yaxşı oxuyaram. Bugün 6-cı gündür. İndi isə nələr oxuduğumu, nələr eləməm gərəkdiyindən biraz danışacağım. Bəli, deməli biz 3 həftə dərs keçmişik. Bu arada işıq əgər qaranlıqda narahat edirsinizsə üzürü sayın. Çünki bilmirəm, otağın maksimum işıqlanması belədir və bu mənim masamın da belə işığı var. Onda yandırdım ki daha qəşəng görünsün. Amma bilmirəm, yəni maksimum eləyə biləcəyim bu qədərdir. Demək, indi qabağımda dərs proqramım var. Biz hələ ki 3 həftə dərs keçmişik. Bizdə də belədir ki, məsələn 7-8 həftəlik dərs olur çox vaxt. Sonra 10 imtahan olur. Yəni full imtahan da olur indi axırı. Amma indi hələ ki imtahanımız bu 7-8 həftəlik mövzu olacaq. Biz bu 3 həftəni qurtarmışıq. 4-cü həftəyə başlayacaq. Bugün 6-cı gündür. Yəni 1-ci gün 4-cü həftə başlanacaq. 3 həftəlik mövzu yığını var. Mən 1 həftəsini bitirmişəm mövzuların. Biraz daha geridən gəlirəm. Səbəbi də budur ki, mən aralıqlı təkrar metodu istifadə edirəm. Məsəl üçün açıram 1-ci həftənin proqramı. Burada 6 dənə göğüs alerji dərsi var. Bunu məsələn mən ilk gün oxumuşdum məsələn ikisini üçün. Sonra məsələn patoloji dərsini oxudum 1-2 dənə. Sonra məsələn bir gün dərs oxumadım falan. Məsələn indi ilk günlər olanda insan o qədər sıx oxumur. Ondan sonra məsələn göğüs alerjini heç nə xatırlamırdım. Yəni təbii ki də ilk səfər, ikinci oxuyanda ilk səfərkindən daha yaxşı olur. Amma ki yenə də atıram eyni sualı heç oxumamışa da versən, mənə də versən ikimiz də cavabını bilməyəcəkdik. Mən ona görə özümə ən uyğun metodun aralıqlı təkrar olduğunu düşünürəm və mən qısa periodlar ərzində təkrar edirəm. Mən
Bəli, mən qısa periodlar ərzində təkrar eləyərək ilərləyirəm daha çox. Bu da yəni məsələn göz alerji dərsini oxuyuram. Ona görə 2-3 dəfə oxumuşam. Ən azından çünki içim rahat olmuş olur. Bir var o tez-tez gedəndə ilə mövzu şəklində. Onda sonra məsələn baxıram ki, yadımdan çıxıb qanım qaralır. Ona yenə deyirəm ki, daha yavaş, konkret şəkildə gedim. Bəlkə bu başqa insanlara uyğun olmaya bilər. Bəlkə mən yaddaşım daha pisdir. Amma yəni mən belə edirəm. Görüm indi imtahandan neçə alacağam. Ona görə birinci həftəni indi oxumayacağam bir müddət. Amma təbii ki də yenə oxuyacağam. Yəni məsələn indi ikinci həftənin dərslərinə başlayacağım. Daha xoşum gəlməyən bir dərs var, mikrobiyoloji. Onun ikinci həftə 5-dən dərs var və bildiyim yerdən çətindir suallar. İndi onu oxumağa başlayacağım mən. Planım belədir ki, bugün görüm neçədən mikro dərs qutarıramsa ona uyğun bir plan quracağam. Onu təkrar eləyərək gedəcəm. Eyni zamanda mikronu qutarandan sonra tezdən birinci həftəyi biraz təkrar eləyəcəm. İndi danışarıq. Oy. Bəli dostlar, təxmini olaraq bayaqdan 1 saat dərs oxumuşam. Amma məncə 1 saat, məncə yox, onsuz 1 saatdan daha çox vaxt keçib. Belədir ki, mən yeməkdən sonra meyvəli yoğurt yedim. Birdən-birə nəsə belə ürəyimdə çarpıntı hiss elədim. Nəsə bir an həqiqətən heç belə olmamışdım. Yəni nədənsə zəhərləndim falan deyə qorxdum. Biraz özümə gəlməyə çalışdım, amma zaten şey oldum sonra. Yəni düzəldi. Yəqin çox yemişəm, bilmirəm, başa düşmədim. Ondan sonra arada anamla falan da danışdım telefondan. Amma 1 saat dərs oxudum. 1 saat ərzində mikrobiyolojinin ilk dərsini oxudum, stafilokoklara oxudum. Və belə bir qərar verdim. Mən normalda yazaraq çalışırdım keçən ildə bəzən. Amma belə deyim, yazaraq çalışanda, hər dərs yazaraq çalışanda biraz insan yorulur. Bəzən tez-tez laylaylom yazırsan, xəttim də onsuz pisdir. Tez-tez yazanda daha da heç oxuyasım gəlmir onu sonra. Ona görə belə bir qərar verdim. Yazmağı da xoşlayıram əslində. Amma həm vaxt itkisi olur verimsiz yazanda, elə bil oxumuram sonra da. Ona görə belə bir qərar verdim. Mikrobiyoloji yazacağım full. Çünki onun fərqi var ki, çoxlu əzbər şey var və aralıqlı təkrardan əlavə tez-tez bu dəftərdən bunu təkrar edeyim deyə düşünürəm. İnşallah ki, eləyəcəm bunu. İlk dərsini də yazdım belə. Daha oxunur bir şəkildə yazmışam məncə. Mənim xəttim çox pisdir həqiqətən. İlk dərsini oxudum, çox pis deyildi. İndi ikinci dərsini oxuyacağım. İkinci dərsini oxuyacağım. Görüm nə qədər oxusam. Biraz belə gözüm şeydir. Bilinirmi bilmirəm. Belə bir yorğunluq var gözümdə. Əslində yatmışam bugün, məncə normal, amma yenə də nəsə. İndi davam eləyəcəm dərsimə. Mən bu arada mahnı ilə oxuyuram dərsini, Naушnikim var. Yəni mən 11-ci sınıf beləydim. Rahat, yəni heç şey olmur, mənə mane olmur. Əksinə dərsi maraqlı halə gətirirəm. Deməli, mən gəldim yenə. Bir dənə daha mikrobiyoloji notunu oxudum. Toplam 1 saat 51 dəqiqə dərs oxumuşam mən. Pis deyil sözün düzü. Normalda davam eləməm gərəkir. Məsələn, saat 11-in yarısıdır da. Biraz daha bir 2 not da oxuya bilərəm. Amma bilmirəm, videonun başı ilə hiss olunurmu, yoxsa hiss olunmurmu? Amma mən bayağı xəstələndim, bayağı yoruldum. Yəni videonun başından çox fərq var. Yəni mikronotlar o qədər də yormadı. Çünki onsuz çətin olduğu gözləntisi ilə başlamışdım. Ona görə çox da çətinlik çəkmədim. Yəni yaxşı öyrəndim məncə. Özümə danışdım falan. Sözün düzü sabah baxsam yenə çox yadımdan çıxmış olacaq yəqin ki. Amma yenə də pis deyildi. O dəhşət yormadı. Əsas məncə mən xəstələnmişəm, burnum falan axır. O çox yordu məni, halsızlaşdırdı məni. Və bir də qanım qaraldı bir şeyə. Baxdım ki, dərs proqramında 27 dənə mikrobiyoloji notu var. Və hər bir notda ayrı bir bakteriya növünün xüsusiyyətlərindən bəhs edir. Hamısında qəribə adlar olan şeylərdir. Mən 2 dənəsini bugün oxudum. Yəni, yalan yoxdur, çox çətin deyildi. 2 dənəsinə 2 saatdan az vaxtım getdi. Hətta bayağı bir təkrar idi. Yəni, məsələn, ikisi toplam öyrənməyə 1 saat yarım falan vaxt aldı. Amma belə bir problem var ki, məsələn 27 dənə, hər biri fərqli. Məsələn, mən bunu təkrar eləmədən getsəm, deyəm ki, sabah 3-cü, 4-cü, 5-ci oxudum, sonra 3.
hamısı qarışacaq bir-birinə, hamısı xüsusiyyətləri qarışacaq bir-birinə. Onsuz mən təkrar eləyərək gedəcəm, başqa heç bir yol yoxdur bunun. Məsələn, hər gün təkrar eləyəcəm digər əvvəlki bakteriya növlərini, yoxsa onsuz hamısının yəni gedib boşa getməyindən heç bir fərqi yoxdur da. Amma yenə də 27 dənə, bir də bu sadəcə mikrobioloji dərsidir. Başqa dərslər də var nə qədər, yəni məsələn patologiyada falan da elə onun qədər not var. Nə bilim, ilk həftə full alerji falan üstünə idi, onu oxumuşdum. İlk həftə daha maraqlıymış demə. Hələ parazitoloji da var mikrodan əlavə. Biraz qanım qaraldı ona. Yəni bilmirəm necə olacaq. Bu arada mən yenə acmışam. Normalda nəsə yeyərdim. Soyuducumda yumurtam var. Omlet eləyə bilərəm pendiri. Yəni ilk dəfə eləyə bilərəm. Özümdən tariflər uydururam. Amma bilmirəm eləyim, eləməyim. Yəni heç olmasa xəstəyəmsə, məsələn dərs oxuya bilmirəmsə, iştaham da getsin də. O getmir axı. Mənim çox qəribə xəstəliyim var. Xəstə onda iştaham getmir. Kaş getsəydi yəni. Daha çox acıram əksinə. İmmunitetim çox qəribə işləyir. Nəysə, indi mən bilmirəm dərsə davam eləyəcəmmi, eləməyəcəmmi. Saat 11-ə qalıb artıq. Videonun sonunda bir yerdə öyrənəcəyik. Əgər qapanış eləsəm bundan sonra, yəqin ki bugünlük bu qədər olacaq. Eləməsəm də heç ürəyim istəmirəm, amma bir dənə də şu oxuyaramı bilmirəm. İndi biraz fasilə verəcəm, sonra görərik. Mən düşündüm ki, bugün həm də xəstəyəm. Özümə biraz istirahət verim. Ona görə də burada günü sonlandırırıq. Çünki artıq dərs oxumağa davam eləməyəcəm. Yəni çox pis deyil. 2 dənə mikronotu oxudum, amma daha yaxşı da ola bilərdi. İnşallah sabah daha çox oxumağa çalışacağım. Yəni bugün bayağı az oxudum əslində. Umarım videonu bəyənmişsinizdir. Bəyənmişsinizsə kanalıma abunə olub videonu bəyənərək mənə dəstək ola bilərsiniz. Və əgər video çox izlənsə, sevilsə mən bu tərz videolar çəkməyə inşallah davam edəcəm. Sağ olun, görüşərik.